Dördüncü xəlifə Əli ibn Əbu Talibdən sonra müsəlmanlar onun yüksək məqama sahib olan övladı Həsən ibn Əli əleyhissalamla beyət etdilər. Şam şəhərinin hakimi Muaviyə ibn Əbu Sufyan həm özünü müsəlmanların rəqibi olmayan xəlifəsi hesab edir, həm də Həsən ibn Əli əleyhissalamla münaqişə və savaşa başlayır. İraq və Şam əhalisini bir-birinə qarşı qoyur. Sasani padişahlarının paytaxtı olan İranın Mədain bölgəsi, müsəlmanların hökumətinin paytaxtı olan Kufə şəhərinin qonşuluğunda idi və xəlifənin hakimiyyəti altında olan bölgələrdən hesab olunurdu. Ərəblərin tacirləri, eləcə də varlılarının çoxu burada yaşayırdılar. Bölgədə ərəb və əcəmdən ibarət bir cəmiyyət yaratmışdılar. Mədain 41-ci Hicri qəməri ili. Elhamdülillah. Əkdiyim bu buğda saplaqları ərgən qıza bənzəyirlər, Əbdülsəlim. Gör necə qıvrılıb, rəqs eləyib nazlanırlar. Əllərin təmizdir. Həqiqətən bu əllərlə daşdan qızıl çıxarırsan. Su halal, yer halal, toxum halal, ağa səxavətli, rəiyyət razı, Allah da qazi. Əlbəttə ki, qızıl biçməliyik, muxtar. Eləsə tez başlayın ki, Əmirasın bəlaları və Şam çəyirtkələri yoldadılar. Eyif deyil ki, bu dür dənələr şeytanların yemi olsun. Bismillah. Biçinçi və yığıcılar gözləyir. Buğdanın nübarını sən özün biçməlisən. İlahi, sənə pənah. İlahi, nimətlərin şükri üçün, səpdiyimiz bu toxumlar üçün, bir ovuc quşlar üçün, bir ovuc sürünənlər üçün, bir ovuc otlayanlar üçün, yol gedən əkinçinin niyyətinin qəbul olunması üçün, paxıl insanların gözündən uzaq, bəd nəzərlər olsun kör, ta səslənən sur olsun. Əkinimizin bəlasız ərsəyə gəlməsi, pakətirli çörəyin hörməti, qış çörəyin haqqı, haqqı nas olan xums zəkatın, fəqirlərin, ehtiyacların haqqı üçün bu qızılı sümbüllərin bərəkətini artır. Muhammed dəfələrlə deyim ki, Əli mənim canımdır. Həm Əlinin, həm də Muhammedin cəmalinə salavat. Allahümmə salli ala Muhammed. Ebu İshak, dikkatli ol! Səsküy salmayın! Səsküy salmayın, hürkər! Diqqətli ol, Əbu İshak hiləgər ziyan vericidir. Meydanı boş görsə, bütün əkini yerlə yeksan edəcək. Əbu Səlim, bu tərəfdən hayküy eləyin, buğdalıqdan çıxsın.
Diqqətli ol Əbu İshak. Canı it canıdır, qəzəblidir. Diqqətli ol. Ehtiyat əldən vermə. Şirovçunun əkininə girirsən, qızıl kimi buğdanı tıxırsan səni. Bilirsən bu mən qocanı nə qədər dərdə salıb? Gör necə də piylənib, səni gərək tikə eləyəm haramzadə. Zerbi, bu qaban 2 oxla vurulub. Bu iylənmiş leş üçün 2 ox da azdı Muxtar. Gərək onu 100 oxla dəli deşik eləyəydin, səni. Amma mən bir nizə atmışam. Onda yəqin o biri ox qeybdən gəlib, hə? Eşq olsun qılıncını bellə əvəz eləyən pəhləvana. Fəhlə istəmirsən əkinçi kişi? Niyə? Qarğalara bax. Bu sahənin müqəvvası yoxdur. Sahədə müqəvva olub qarğaları qorxutsan sənə yaxşı muz verərəm. Qılıncını, özünü, zirehini belə külüngə orağa satan adam. Yəqin ki, öz pəhləvanlıq səxavətini də əkinçinin səxavəti ilə dəyişib. Döyüş cəngavərini müqavva ilə bir tutmaq insafdan deyil, Muxtar. Xoş gəlmisən döyüş cəngavəri. Xoş günün olsun, qəzəbli kişi. Şikar meydanında Muxtarın yalnız bir rəqibi var, Kiyan adında. Yorulmayasan vəfalı İranlı. Çarəsiz qalmayasan səfalı ərəb. Bilirsən sənin üçün necə darıxmışam. Can da, baş da dostun darıxan ürəyinə qurban. Gəl. Gəlişinlə bu ilki məhsulun sevincini 1-ə 100 artırdın. Haramdır ey Allah bəndəsi, haramdır müsəlman. Ne için haramdı? İtin əti ne için haramdır, hə? Bax ona görə indi bu qabanın yerinə it leşi olsaydı, yenə də gözünü döyəcəkdin, hə? İt əti hara, qaban hara. Bu heyvan qızılı buğda dənələrindən başqa heç nə yeməyib. Eynən bəslənmiş qoyun kimidir. Dərisinin də, ətinin də çox faydası var. Məsələn, hansı faydası? İsti dərisi keyimiş ayağı o saat yaxşılaşdırır. Əti də belin möhkəmlənməsi üçün yaxşıdır. Sən həqiqətən müsəlman olmusan, yoxsa hələ də bütpərəstlik dinindəsən? Niyə mübahisə eləyirsən Zerbi? Bu qubad məni dəli eləyəcək, Əbu İshak. Əlinə bıçaq alıb, qaban kababı həvəsinə düşüb. Nə qədər ayə, hədis, dəlil sübut gətirirəm, başa sala bilmirəm. Bəh, gözümüz pəhləvan Kiyanı görməklə işıqlandı. Xoş gəlmisən, Dilavər. Xoş günün olsun, Zerbi. Allah qüvvət versin. Ömrün uzun olsun. Kiyancan, sən bu soydaşımıza başa sal. Qaban əti haramdır, yoxsa halal? Qubad, bununla belə qaban ətinin xüsusi bir eybi də var. Onu yiyəndən sonra peşman olursan. Nə eybi pəhlivan? Bağırsaqlara qurd salır. Qaşınma səni yaman günə qoyar. Qarın ağrısına düşərsən. Doğrudan? İstəyirsən ye, yoxla. Yox pəhlivan. Qarın ağrısı dözülməz dərddir. Verirəm itlər yesin. Allahın vatına rəhmət eləsin. Onunla mübahisə eləməkdən dilə dişə düşmüşdüm. Qaban əti yesələr, bu əkindən bərəkət çəkilər. Zerbi, Əlinin oğlunun Dilavər Sərdarına layiq bir yemək gətir. Başda ağa. Bismillah. Qızardılmış kəklik. Mənim hardan gəldiyimi soruşmaq istəmirsən? Soruşmamış bilirəm.
Müaviyə ibn Əbu Süfyanın qalib olduğu döyüş meydanından. Məğlub olan da Həsən ibn Əli. Elə bu? Təkcə bu yox. Səndən qardaşlıq əhdi bağlamışıq. Küfədən Mədayinə gəlmişəm ki, sənə yaxın olum. Allaha and olsun, sənin bircə tükünü Küfənin minlərlə hərdəm xəyal, müftəxor başıboş məzhəbi şeyxlərinə dəyişmərəm. O gün ki, sən döyüş libası geyib müharibə meydanına atıldın, belim sındı. Sənin vidan ölüm qoxusu verirdi Kiyan. Yoxluğunda gündə 1000 dəfə səndən yenidən görüşməyi arzulamışam. Allaha şükür ki, salamatsan. Qardaşının qanla dolmuş ürəyini görmürsən? Soruşmayacaqsan ki, Peyğəmbərin oğlunun cihadında nələr görmüsən? Sən gedib gördün, mən getməmiş gördüm Kiyan. Görməmisən, Muxtar. Allaha and olsun ki, Peyğəmbərin oğlunun qürbət və tənhalığını, küfəllərin qənimət tamahı ilə onun çadırına necə tökülüşdüklərini, səccadəsini necə çəkdiklərini görməmisən. Mən atası Əlinin qürbət və tənhalığını görmüşəm. Küfəllərin qılınclarla onun çadırına doluşaraq canına qıymaq istədiklərini. Sən İraq ərəblərini mənim kimi tanıya bilməzsən. Müaviyə və Əmraz küfəllərin cəhalət dəvəsinə miniblər. Onlar bu qələbəni Siffeyində qazanıblar. İraq o gün fəth olundu ki, Əmrasın hiləgərləri Quranı nizələrin başına keçirdi. Dünən gecə xəvaricdən olan birinin xəncəri Səbatda Peyğəmbər övladının ayağını yaraladı. Muxtar, əgər bu dəyən xəncər zəhərli olsa, imamın canı təhlükədədir. Ya sahibi səbr. Bu bərəkət and olsun, bilirdim ki, davanın aqibəti küfəllərin əvvəlki rüsvaçılığından da pis olacaq. İmamı Küfiyə apardınız, yoxsa elə Səbatdadır? Öz məsləhəti ilə qərarı alındı ki, Mədayinin Ağ sarayına getsin. Buyurdu ki, məni Səid ibn Məsud Səqəfiyə çatdırın. O yaxşı arxalanacaqdır və bizə xəyanət eləməz. O kimdir? Deyəsən ərəbin tanınmış şəxsiyyətlərindəndir. Görəsən nə baş verir? Səhv eləmirəmsə, İraqlılar məğlub oldu. Mədayini yuxuda görür. Əhamərə ölməyib ki, xəlifədir. Xəlifədir. Həsən ibn Əlidir. Deyəsən dünən Sabatda yaralandı. Ərəblər xəlifə öldürməyə adət eləyiblər. Ərəbləri öldürmək üçün çox yaxşı bəhanədir. Vay olsun! Vay olsun! Seyyidül Mirsəlinin nəvəsini dərk edin. Mədayində Əlinin düşmənlərinə qarşı qiyam edin. Fəryad ya Muhammada! 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 Əhamərənin fikri ixtişaş törətməkdir. Yoban sağa boyaqçının axmaqlığı ucbatından əcəmlər Mədayini viran eləyəcəklər. Fəryad ya Muhammada! Fəryad ya Muhammada! Fəryad ya Muhammada! Fəryad ya Muhammada! Fəryad ya Muhammada!
Görəsən nə olub? Xəlifədir. Yaralanıb. Axır ki, xəvaric öz istədiyinə çatdı. Maviyə ovlandı, qaldı Əmraz. Sən nə deyirsən? Muaviyə Dəməşqin yaşıl cənnət bağında Allahlıq edir. Bu gördüyün yaralı isə Həsən ibn Əlidir. Eşitmişəm Muaviyə Əlinin oğlunun başı üçün 1000 şam dinarı, bir də qızlarından birini vəd edib. Necə? Ha? Əlinin oğlunun başı nə qiymətliymiş? Niyə xəlifəni Kufəyə aparmayıblar? Nə deyim valla? Yəqin ki, Mədain Küfədən təhlükəsizdir. Hər nə olsa Mədainin əcəmləri Küfəlilərdə 1000 dəfə üstündür. Dedim axı, bu minvallah Şamlıların Mədainə hücum eləməsinə ehtiyac yoxdur. Sabahdan Mədaində ərəblə əcəm düşəcək bir-birinin canına. Heyf oldu, alverimiz təzəcə qızışırdı. Ey behiş cavanlarının ağası, ayağınızın tozuna qurban olum. Eşitmişəm ki, köməksiz qalmısınız. Eşitmişəm ki, sərkərdələriniz Muaviyyənin qızıllarını əsir olub, sizə xəyanət ediblər. Üzləri qaralsın. Mən Səid ibn Məsud Səqəfiyəm sərvərim, Mədainin əmiri. Məni qulluğunuzda durmağa layiq bildiyiniz üçün minnətdaram. Qədəmlərinizi gözlərimin üstünə qoyun. Mədainin ağ sarayını öz müqəddəs vücudunuzun bərəkəti ilə münəvvər edin. İmam çoxlu qan itirib əmir. Güman edirəm ki, lənətə gəlmiş xəncərinə zəhər vurmuş ola. Təcrübəli təbibə ehtiyacımız var. Nə qədər ki fürsət var, bir çarə qılmaq lazımdır. Təbib də, yataq da hazırdır, sərdar. Gəlin. Neynirsən namüsəlman? Ehtiyatlı ol sərdar. Az qalmışdı ki, nərənin qorxusundan əlim titrəsin. Təqsirimə görə bağışlayın mənə, həkim. Özümdən asılı olmadı. İnanın, bir an mən sizi o lənətə gəlmişin yerində gördüm. Çox yorğun və xəyalpərəst olmusunuz, sərdar. Əlbəttə, haqqınız var. Məsləhətdir ki, istirahət edəsiz, biraz da təvəkkül. Allah nə istəsə, o da olacaq. Bəli. 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 Bəli, əlbəttə. Əlbəttə. Sən nə üçün gəlmisən Kiyan? Öz vəfanı başıma vurmağa, yoxsa məni təhqir eləməyə gəlmisən? Ərəblərin yatmış aslanını oyatmaq üçün gəlmişəm. Ərəblərin qeyrəti, abır həyasısan, Muxtar. Gəlmişəm ki, qeyrət dəryanı tufana qərq eləyim. Neyniyim deyə? İmamını dərk eləyəsən deyə. Rəva deyil ki, imamın tənha qalsın, amma sən buğda samanı çuvalına şərik fikrində olasan. Siz ki oradaydınız, bəs nə qələt elədiniz? Sən özünü mənim kimilərlə müqayisə eləyirsən, Əbu İsaq. Sən Muxtarsan. Əbu Übeyd Səqəfinin oğlu. İran Fatih Sərdarının oğlu. Elə bir ərəb varmı ki, Əbu Übeyd Səqəfinin adını eşitsin və baş əyməsin?
Sən hara, mən hara? Ərəblərin soyunu dəyərsiz hesab elədikləri bir İranlıdan hansı möcüzəni gözləyirsən, Muxtar? Salman Farsinin xəndək möcüzəsini. Sən peyğəmbərin övladının yanında bir Salman ola bilərdin. Bugünkü ərəblər peyğəmbər zamanının ərəblərindən fərqlidir, Muxtar. Hə? Onda boş yerə daşa mıx vurma. Bugünkü ərəblər üçün Əbu Ubeyd Səqəfinin şöhrəti, adı heç nədir, heç nə. Bundan da üstün olan şöhrət Zülfüqar sahibi olmaq Xeybərin fəthidir. Bu cəmaat öz peyğəmbərinin əmisi oğluna və kürəkəninə rəhm eləmədi. Şamın qızıl və riyası İraqlıların dinini və ağlını əllərindən alıb. Bugünün Kufəlisi axsaq və tövşkiyən ulağa bənziyir ki, mənim kimilərin heyheyindən özünə gəlmir. Get Kiyan. Get. Faydasız cəngavər olmağımdansa əkinçi olmağım daha yaxşıdır. Muxtar. Kiyan! Biz bundan əvvəl də bu haqda danışmışıq, bir nəticəyə çatmamışıq. Dostluğumuz öz yerində. Yolumuz da öz yerində. Muxtar. Vəfasız dost cəfakar düşməndən pisdir. Düşmənin zərbəsi cismə dəyir, dostunki isə cana. Əlinin oğlunun tənhalığı Cərrah İbn Cinanın xəncər yarasından da ağırdı. Gəlmişdim ki, bağladığımız dostluq və qardaşlıq əhdinə xatir səni imamımızın qürbət yarasına məlhəm olmağımız üçün razı salım. Əfsus. Əfsus. Fəryad ya Muhammeda! Fəryad ya Muhammeda! Qardaşlar! Qardaşlar! Hardadır Müstəfanın sınmış dişi? Hardadır Mürtəzanın yarılmış başı? Hardadır Xeyrun Nisanın sınmış qabırğası? Sinələrinizi dağlayın, yaxalarınızı cürün. Qan ağlayın, başınıza kül tökün, Peyğəmbər evladının dağlanmış qəlbinə görə. Fəryad ya Muhamməda! 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 Qulaq asın, qardaşlar. Qulaq asın. İmamın tənhalıq və yarasını heç bir nalə və fəryad sağalda bilməz. Bundan əvvəl imamın ordusunun yanında gözətçi olanlar bir-birinin ardınca getdilər və Muaviyyənin qızıllarının rənginə əsir oldular. Özlərini Əli tərəfdarı adlandıranlar. Peyğəmbər övladına beyyət əli uzadanlar onu müharibə eləməyə ruhlandırdılar. Amma Şamın qızıl dinarlarının cingiltisini eşidəndə qılınclarını çəkərək çadırına hücum edib onu qarət etdilər. Namüsəlmanlar hətta ayağının altındakı kilminə də, əmmaməsinə və səccadəsinə də rəhm etmədilər. Tamahkar və qızılpərəst cəmaatın bu rəftarı Bəni İsrail qövmü ilə Samiri Büzovunun əhvalatı kimidir. Onlara Peyğəmbərin hədisindəki bu sözlər şamil olunur ki, buyurdu, hər ümmətin bir fitnəsi var. Mənim ümmətimin də fitnəsi mal dövlətdir. İmam Müctəbaya edilən bu cəfa qiyamət gününədək tənə, lənət və kədərə səbəb olacaq. Bu müsibət təkcə bu bivəfa
və rüsvayçılıqla bitmir. Dönən gecə Mədainin səbatında pis əməlli bir xaricinin xəncəri Peyğəmbər övladının ayağını yaraladı. Bilirsiniz ki, bugün Mustafa'nın yaralı nəvəsi Mədain cəmaatının qonağıdır. Nə badə elə bir iş görəsiz ki, Mədainin alnına Kufəlilər kimi bədnamlıq və alçaqlıq damğası həkk olunsun. Öz cəhalət və qəzəb atınızı cilovlayın ki, qeyrət və zəkamızla düşmənin hiləsini məhv eləyək. Şamın hoqqabazları, Muaviyyənin və Əmir Asın gizli əskərləri adi geyimdə sizin aranıza giriblər ki, Ərəb və Əcəm, Əməvi və Ələviləri bir-birinə qarşı qoyaraq, Mədaini Peyğəmbər övladı üçün təhlükəli etsinlər. Nə badə onların hiləsinə allanasız. Qardaşlar, o kişi Əbi Turabın əmiridir ki, İmam Müçtəba onu öz yerində oturdub. Bu Mədain əhli üçün dərviş geyimli hakim Salman Farsinin səxavətli zəmbilini xatırladır. Odur ki, onun nəsihətlərini canla başla dinləyin. Biz əskərik. Bura fədakarlıq eləmək üçün gəlmişik. Buyurun, cənab əmir. Qruplaşma yaratmaqdan, xüsusilə hökumət binasının qarşısında durmaqdan çəkinin ki, təhlükəsizliyi qoruyan məmurların xətasına səbəb olmasın. Nalə və mərsiyə oxumaq yerinə dua edin. Qalmaqal əvəzinə səbirli olun ki, Allah səbr edənlərlədir. Qardaşlar, dua! Dua! Əmmən yücübul müstərra izə dəa və yəkşifissu. Hənanə, nə qədər var gəl eləyirsən? Sənə nə olub axı? Ürəyim bulanır Səlimə. Ürəyim sarımsaq və sirkə kimi qaynayır. Ürəyim bulanır. Turşu dadmaq istəyirəm. Ömərin siğəsi olmusan? Qocalmısan, amma həya eləmirsən. Ömər mənim südümü yeyib. Mənə haramdır. Haram, sən hara? Halal haram ara. Hənanə hala. Gəldin canım. Hənanə ayağının altında özün. Niyə gec gəldin? Bilirsən şəhər necə qarışıb? Elə bil zəlzələ olub. Hə, zəlzələ olub ömrüm. Zəlzələ olub gülüm. Ərəblərin yaralı xəlifəsi Əcəmlərin şəhərindədir. Bu zəlzələdir. Qorxdum ki, qarətçilərə əsir olasan. Ölmüşdüm. Əcəmbilər ziylərimi götürmək istəyirdi. Mən də onu başından vurdum. Yox. Sən Hənanənin canı. Hənanə canı. Doğrudan səndə şir ürəyi var qız. Mən Əcəm öldürən sərdarın qızıyam. Fil öldürən sərdarın qızı. Əbu Übeyd Səqəfinin qızı. Muxtarın bacısı.
Yoxsa istəyirdiniz toya kimi ürkək olaydım, ətrafımda da 10 dənə cücə cik-cik eləyəydi. Bəs necə? Boş yerə deyil ki, Ömər Səəd sənə çatmaq üçün çabalayır. Yazığın haqqı var. Sənin kimi cavan, dişi aslan ovlamağa hünər lazımdır. Unutma, cavan dişi aslan ovçusunu özü seçir. Təslim xala qurban, təslim. Bura rəcəz oxumağa gəlməmişəm. Mən Ömərin qasidiyəm. Eşidirəm, Fitnə xala. Gəl. Həsən İbni Əlinin başı sənlə Öməri ürəyiniz istəyənə çatdıra bilər. Ömər İraqın şahı olar, sən də İraq şahının xanımı. Yaman əclaf imiş Ömər. Yəqin düşünür ki, mən Həsənin başını kəsərəm. Məni naümid eləmə cariyə. Muaviyə elə bir vədə verib ki, çoxları Həsənin başına göz dikib. Nə sən Həsənin başını kəsəcəksən, nə də Ömər. Yüzlərlə İbn Mülcəm növbəyə düzülüb. Yaxşı, mən nə etməliyəm? Çalış elə eləyəsən ki, Muxtar meydana gəlməsin. Elə bu. Muxtar meydana girməyəcək. Bəs əmicanın israr eləsə necə? Bundan əvvəl də əmim israr eləmişdi, amma Muxtar razılaşmadı. Bu dəfə məsələ fərq eləyir cariyə can. Mümkündür ki, Həsənin tənhalıq və məzlumiyyəti ürəyini yandırsın və meydana girsin. Tutaq ki, Muxtar meydana girdi. Mən ona necə mane ola bilərəm axı? Nariyənin köməyi ilə, əziz qardaşın arvadı. Muxtarın Nariyəyə olan alovlu eşqi hələ də dillərdədir. Sən Nariyəni yoldan çıxarırsan, Nariyə də Muxtarın qulağına eşq nəğmələr oxuyar. Muxtarın da ayağı süsləşər. Nariyə məndən birdir. Onda iş bitdi ərəb xanımlarının şahanəsi. Qoy elə toy olsun ki. Hənanə, kəsdin, biçdin, toy elədin. Mübarək olsun. Bəs bizim şirinliyimiz nə olacaq? Sənin kar qulaqların zəhərli dilindən daha itidir. De görüm toydan başqa nə eşitdin? Tövbə! Qulaqlarım qurtlasın, əgər toydan başqa bir şey eşitmişəmsə. Şirinliyimi ver. Al. Səlimə, inanıram ki, toydan başqa bir söz eşitməmisən. Əgər özündən xəyalpərəstlik eləyib qarğa məndə qoz var desən, Ömər qulaqlarını, acı və uzun dilini itlərə yem eləyər. Peyğəmbər əhl-i beytinin aşiqlərinin gözü Qadir Allahdan sonra təkcə sizə dikilib təbib. Hər nə bacarırsınızsa edin. İlahi, bizi Peyğəmbərinin xəcalətlisi eləmə. İlahi, amin. O bu diyarın ən məhşur və bacarıqlı təbiblərindəndir Sərdar. Təvazökar, möcüzə göstərən, əli yüngül, nəfsi xoş. Cəsarət edirəm, əmir. Şamın canavarlarından bir məsəl. Allahın ordusu var ki, baldan şirin. Zəhəri var, son dərəcə öldürücü. Elə zəhər ki, onun bir damcısı mavi kəşləri yerə yıxdı.
Siz imamın etimad elədiyi şəxssiz. Onun dilindən eşitmişəm ki, sizi möhkəm qala adlandırıb. Dəməşqin əhli keflərinin vəsvəsələrinin qarşısında. Mənim qəlbimin bu həyəcanı ətrafdakılara görədir. Muaviyə imamın başı üçün 1000 şam dinarı və qızlarından birini vəd edib. Qorxuram. Qorxuram əmir. Allah eləməmiş kimsə Muaviyyənin vədəsinə tamahlanaraq saraya girməyə cəhd göstərə. Dilim lal olsun. Öldürücü zəhərin bir damlasını imamın yeməyinə və ya yarasının məlhəminə qata. Haqlısan Tibyan. İmam bu bir iki ayda öz tamahkar tərəfdar və yaxınlarından çox zərbə alıb. O etibar ediləcək təbibdir Sərdar. Narahat olma. İmamın yeməyini əvvəlcə aşpaza dadızdırarıq ki, xəyanət etmək fikrinə düşməsin. Saraydan müğayyət olmağı da qardaşım oğlu Muxtara tapşırıram ki, hər cəhətdən etibarlı və ləyaqətlidir. Allah sizi qərib və xar eləməsin əmir. Mən imamla gələnlərin işlərini qaydaya salmaq üçün gedirəm. Sən də bu otaqdan tərpənmə. Yaxşı, bir şərtlə ki, mənim işimə qarışmasın. Nəsə olub? Birdən mən xəyala qapıldım. Elə bildim ki, təbib qatildir. Belə olan halda gərək birini də səndən müğayyət olmaq üçün təyin edim. Arxayın ola bilərsiz əmir. Çalışaram özümə ələ alıb bu cür fikirləri özümdən uzaqlaşdırım. Vay, 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 vay. Gör necə qızdırman var. Sənin bütün vücudun od içində yanır ki. Yanıram. Yanıram əmir. Bu qədər namərdlik və xəyanətdən dağlanıram. Bir teşt soyuq su gətirin. Gəl. Sərdarın ayağından çəkmələrini çıxart. Döyüş libasını da əynindən çıxarıb ayaqlarını suya qoyun. Bilirdim ki, gələcəksən. Gəldim. Amma qılıncsız. Qılıncla nə vaxt barışacaqsan, Muxtar? Nə qədər ki, sənin kimisi ağıl əvəzinə ürəyinin əmrinə qulaq asacaq, mənim kimisinin də qılıncı qınında qalacaq. Çox dəyişmisən, Əbu İsaq. Daha da ağıllanmışam, Kiyan. Bundan sonra ürəyimin əvəzinə ağlımı işə salmaq istəyirəm. Qüdrətli olmaqla fəharətli olmaq fərq eləyir, Sərdar. Tədbirsiz döyüş meydanına daxil olan əmir özünün və ordunun qanını boş yerə axıdar. Səhv eləmirəmsə pis fikirlərin əsiri olmusan, Əbu İsaq. Bir sərdarın əvvəlcədən uduzacağını bildiyi üçün döyüşə getməməsi, qılıncını çıxarmaması şeytana əsir olmaq deyil. Özünü ölümə verməkdən çəkinməkdir. Bu eyni ilə o deməkdir ki, özünüzü öz əlinizlə həlak eləməyin. Döyüşə getmək üçün yəhərlənib səfərə hazırlaşdığınızda sizləri bu təhlükədən xəbərdar eləyim. Amma nə sən eşitdin, nə də imamın. Siz sel aparan yazıq bir adam kimi bir dəstə yalançı küfərlərin sözünə arxalanıb, tuluqdan yapışmaq əvəzinə ayını qucaqlayan şəxsə bənziyirdiniz. Mən bundan sonra qılıncımı o vaxt qınımdan çəkərəm ki, özüm fəryad eləyim, özüm.
Muxtar, harda olduğundan xəbərin var? Biçim fəslidir əmican. Buğda biçirdik. Allaha şükür ki, bu il yaxşı məhsulumuz var. Bu da mənim üçün müəmma olub. Din alıb satan bu qarmaqarışıq bazarda Ələvilərin həyatı sual qarşısında olduğu bir vaxtda sən başını öz qınıva salıb əkin biçinlə məşğulsan. Hey. Kiyan, sən heç ona imamın aldığı ağır yaralardan danışmısan? Bəli, əmir. Ümidvaram ki, buğda biçməyin şövqü onun yaxşı eşitməyinə mane olmamışdı. İmamın vəziyyəti necədir, əmir? Yarası dərindir, Kiyan. Zərbə budun içinə nüfuz edib və sümüyə çatıb. Amma şükür Allaha ki, xəncər zəhərli deyilmiş. Ədəbsizlik olmasın əmican. Məndən elə danışırsan ki, elə bil Allah eləməmiş böyük bir günaha batmışam. Halal yolla ruzi qazanmaq üçün çalışmaq, Allah yolunda cihad eləməkdən geri qalmır. Mən Allaha şükür ki, torpaqla döyüşdə Allah yolunda cihad edənlər kimi bəhərsiz olmamışam. Ruzi qazanmaq üçün çalışmaq cihadın bir növüdür. Amma bir dəstənin əlinə balta götürüb dininin kökünü məhv eləmək istədiyi bir vaxtda yox. Sən heç bilirsən İmam Ağsaraya nə üçün gəlib, Muxtar? Bəli, bilirəm. Nə üçün gəlib? Sizə etimad bəslədiyi, güvəndiyi üçün. Afərin. Bu məyər bizim üçün az abırdı? İmam cismən və ruhən aldığı saysız yaralara baxmayaraq, bizi öz yaxın və xüsusi adamlarından hesab edib və bizə sığınıb. Hal-hazırda biz Peyğəmbərin əhl-i beyti ilə bir saraydayıq. Bu qohumluq və yaxınlığı torpaq, əkin bəhanəsi ilə aradan aparmaq heyif deyilmi? Əlimdən nə kömək gələ bilər? Düşmənini arxa çevirmə. Meydana gəl, döyüş libasını geyin, əlini qılıncının qəbzəsinə at. Əminlə çiyin-çiyinə dur ki, Allahın fəzli ilə şeytanların hiləsini məhv edək. Hal-hazırda düşmənləri məhv eləmək üçün elə qılınc lazımdır ki, cəhalətin boynunu vursun. Axı mənim elə qılıncım yoxdur, əmican. Sən yenə də cihad əmrinə qarşı səhlənkarlıq eləmək istəyirsən? Özü də ki, imamın açıq aydın sənin köməyinə ehtiyacı olduğu bir vaxtda? Əmican, mən 13 yaşlı bir növcavan idim ki, atam öldürüldü və siz mənim kəfalətimi qəbul elədiniz. Odur ki, boynumda atalıq haqqınız var. Adət, ənənə və şəriət qanunlarına əsasən canla başla ixtiyarınızdayam. Amma xahiş edirəm, məndən öz düşüncəmə uyğun həddə danışsaz daha yaxşı olar. Mən 40 yaşlı bir kişiyəm. Elə bir kəs ki, cavanlıqdan qılıncla beyyət eləmişəm. Döyüş meydanını tərk eləməyi alçaqlıq bilmişəm. Amma müharibənin də qayda qanunları var. Tərəzidə qızıl, biləkdə də güc. Bugün şeytanın çoxlu qızılı var, əmican. Qızılı. Bu cür döyüşə girmək səhv iş idi. Davamı da səhv üstə səhv. Pənah aparıram Allaha xənnasın vəsvəsə və şəhərindən. Sənin ağzında şeytanın dili fırlanır, Muxtar. Elə danışırsan ki, sanki imam döyüş qayda qanunlarından xəbərsiz idi və düşməni sənin qədər tanımırdı. O məcburiyyət ucbatından bu döyüşə razılaşdı, canım. Necə ki, Əli Suffeyində qalib gəldiyi döyüşü məcburən uduzdu. İmam məğlubiyyət, qürbət və tənhalıq qəbul etdi ki, bu cəmaatı öz cəhalətləri ilə tanış eləsin. Allaha and olsun, əgər tərki dünyalıq üçün dünya yaşayışını bəhanə gətirsəydin, daha çox xoşuma gələrdin. Nəinki imamının elm və fərasətinə şəkk edəsən. İlahi, bu şəkk hidayət nişanəsidir, yoxsa zəlalət? Mən ki ona haram tikə yedirtməmişəm. Bəs nə üçün ömrümün ağacı acı meyvə verib?
Acı meyvə zəhərli meyvədən yaxşıdır. Mən əqidəmi sadiqcəsinə bir uzə verdim. Bunun günahı sizdədir ki, mənə hiylə öyrətməmisiz. Neynəməliyəm? Hazırsanmı mənə canla başla kömək edəsən? Belə olmasaydı saraya gəlməzdim. Buyurun görüm mənim üçün nə yuxu görmüsünüz? Muaviyə imamın başı üçün 1000 şam dinarı və qızlarından birini vədə verib. Bilirsən bu nə deməkdir? Bəli. Yəni bu vədəsi ilə çoxunun qəlbinə tamah oxu sancıb. Yəni yeryüzü imam üçün təhlükəlidir. Bugündən sarayın mühafizəçilərinin hər biri Muaviyyənin gizli əskəri ola bilər. Axı bu qədər düşmənin içində imamı necə qorumaq istəyirsiniz? Bu çiynimizdə ağır yükdür. Çalış ki bu yükün altında belimiz sınmasın. Mən səndən etibarlı birini tanımıram. Elə elə ki, qiyamət günü Peyğəmbərimizin yanında xəcalətli olmayaq. Nə haqda düşünürsən gülüm? Yəni bu mümkündür, Hənanə. Muxtar bir iş görmək istəsə, fil də onun qarşısını ala bilməz. Deməli eşqin möcüzəsindən qafilsən. Eşq yeganə kəndirdir ki, Muxtar kimi şiri yıxa bilər. Nariyənin gözlərinin cadusunun itiliyi kütlərsə necə? Nariyə məharətsiz qadın deyil, xala qurban. Onun az rəqibi olmayıb. Onlardan biri elə mənəm. Hələ də ona qarşı həsəd atəşi ilə od tutub yanıram. Doğrudan? Sən də Muxtarın aşiqi olmusan, xala? Muxtar kimi şücaətli biri, qara gözlü ərəb qızlarının yuxularının qəhrəmanı olub və olmaqdadır. Get xala qurban, vaxt azdır. Nariyəyə de ki, əgər şir ərinin kəndirlərini açsa, daha ona sahib ola bilməyəcək. Dublyajın rejissoru Süleyman Fərzəliyev. Tərcümə edənlər